Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Azərbaycan Texnik Universitetinin tələbəsi dünyasını dəyişib. Xəbər verilir ki, bu barədə universitet məlumat yayıb. Bildirilib ki, vəfat edən Elnur İslamova Astronom Nəqliyyat və Logistika Fakültəsinin 1-ci kurs tələbəsi olub. Tələbənin ölüm səbəbi ilə bağlı isə hər hansı məlumat açıqlanmayıb. Allah rəhmət eləsin, yaxınlarına, əzizlərinə səbir diləyirik. Azərbaycan Texnik Universitetinin ASTU MBA proqramının 1-ci kurs tələbəsi Məmməd Məmmədli vəfat edib. Xəbər verilir ki, bu barədə universitet məlumat yayıb. Tələbənin ürək tutmadan vəfat etdiyi bildirilib. Qeyd edək ki, ötən gün universitetin daha bir tələbəsi Elnur İslamova da qəbul vəfat etmişdi. Allah rəhmət eləsin, yaxınlarına, əzizlərinə səbir diləyirik.